Mən Aysel Bəşirova, 30 yaşım var. Aytən xanım sayəsində övlad sahibi oldum. Səidə Mirzəyeva, 14 ildir evladım olmurdu. Aytən xanıma sonsuz minnətdarlığımı bildirirəm. Gülnarə Allahverdiyeva, 32 yaşım var. 7 il sonra qızıma qovuşdum Aytən xanımın sayəsində. Aytən İsmailova, 30 yaşım var. 6 ildən sonra Aytən xanım sayəsində ikinci övladlara sahib olmuşam. Axundzadə Rəfiqə, 35 yaşım var. Aytən xanımın sayəsində 4 il sonra qızıma qovuşdum. Məmmədzadə Aytən xanım sayəsində 3 ildən sonra uşağımı qucağıma aldım. Aytən xanım sayəsində evimizə xoşbəxtlik gəlib. Yəni övlad sevincini biz yaşadıq. Çox rahat bir hamiləlik keçirmişəm. Amma ki, ümidimi kəsmədim. Kim o qapıya getsə, yəni əli boş qayıtmazlar. Aytən Sonsuzluq Mərkəzinə təşəkkür edirəm.